dostları, icazə verin, bugünkü tədbirimizi açıq elan edin. Kiminle koşuyor? Mikrofon yoksa. Var da orada koşma. Hörmətli yoldaşlarım, Peyğəmbərlər Marifənin İctimai Birliyinin tanınmasını idarə etməkdə səbir çalışıyoruz. Sədir və katib seçmək lazımdır. Kimin nə kimi təklifi var? Təklif edərdik Sədir. Cengiz müəllim, katibdə. Təklif olunub idarə etmək üçün bugünkü konferansımızı sədir mən bayram katib Sayılı Aydınlar. Kimi bu təklifə tərəfdardır? Qarşıdan səsini versin. Etirazı olan yoxdur. Çok sağ olun, etirazına görə teşekkür ederim. Bugünkü gün əlamətlər bir günə təsadüf edir. Bugünkü gün sabah bizim şanlı bayramımızdır. Ama bu şanlı bayramı bizə bəxş edən oğullarımız, şəhidlərimiz var, qazilərimiz olur. Xahiş edirəm onları xatirəsini yaz eləməsi bir Allah rəhmət eləsin, qəbirlər. Allah rəhmət eylesin. Bizim bugünkü konferansımıza yönetmək üçün iclasın gündəliyini sizin nəzərinizə təqdim edirəm. Deməli, gündəlikdə 5 məsələ durur. Birinci məsələ, Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin ötən dövr ərzində göstərdiyi fəaliyyət və bu barədə məlumat. Məruzəsi Sayılı Aydın tanınılacaq. Gündəlikdə duran ikinci məsələ, Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin idarə heyətinin seçilməsi. Üçüncü məsələ təftiş komissiyasının seçilməsidir.
Dördüncü məsələ vətənpərvərlər maarifləndirilmiş ictimai birliyinin sədrinin seçilməsidir. Beşinci məsələ vətənpərvərlər maarifləndirilmiş ictimai birliyinin strukturunun təsdiq olunmasıdır. Kim gündəliyə qoyulan bu məsələdən başqa əlavəsi olan varsa, yox, əlavəsi olan varsa, onda gündəliyimizi təsdiq etmək üçün xahiş edirəm, təsdiq edək. Etirazı olan, bir tərəf qalan, məruzə üçün söz verilir Aynur xanıma. Salam, hörmətli qonaqlar, xoş gəlmişsiniz. Sabah Azərbaycan tarixinin ən şərəfli səhifəsini Zəfər günü qeyd edirik. Bugün biz xalqımızın birliyini, ordumuzun gücünü və igid övladlarımızın qəhrəmanlığını xatırlayırıq. Azərbaycanın qazandığı tarixi qələbə xalqımızın birliyində və igid övladlarımızın qəhrəmanlığında özünü əks etdirir. Ölkəmizin bu şanlı nailiyyəti təsadüfi deyil. Ötən illər ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində, həm də beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliği bu zəfərin təməlini qurur. Bu qələbənin memarı xalqımızın ümumi lideri Heydər Əliyevin siyasi kursunun uğurlu davam etdirən, ölkəmizi yeni zirvələrə aparan prezidentimiz Ali Baş Komandan Cənab İlham Əliyevdir. Azərbaycan xalqının əzmi, iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalqın birliyi ölkəmizin qələbəsini təmin edən başlıca amillər olmuşdur. 44 günlük Vətən müharibəsi haqq savaşımız, məhz bu birlik, bu inam, bu qətiyyət nəticəsində qələbə ilə başa çatdı. 8 noyabr 2020-ci il Şuşanın işğaldan azad edildiyi gün xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Bugün həm də milli qürurumuzun, dövlətimizin nüfuzunu və milli birliyimizin simvoluna çevrildi. Dövlət başçısının qərarı ilə bu müqəddəs gün hər il zəfər günü kimi qeyd edilir. Bəli, 30 illik həsrəti 44 günə sona çatdıran Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Azərbaycan dövləti güclüdür, Azərbaycan xalqı məğlub və yenilməzdir. Bugün biz də İctimai Birliyimizin adından başda Cənab Prezident İlham Əliyev olmaqla bütün xalqımızı, şəhid ailələrimizi, qazilərimizi bu möhtəşəm bayram münasibəti ilə təbrik edirik. Bu günü bizə yaşatdıqları üçün hər birinə təşəkkürümüzü bildiririk. Məhz bu zəfər ruhu ilə silahlanaraq biz də çətin anlarda 2021-ci il 30 iyul tarixində İctimai Birliyimizi yaratdıq. Birliyimizin adını da ilk olaraq milli qəhrəmanımız Mübariz İbrahimovun adını daşıması heç də təsadüfi deyildir. Çünki Mübariz İbrahimov bizim üçün yalnız bir ad deyil, bu xalqın ruhu, qeyrəti, cəsarət simvoludur. Beləliklə, birliyimiz yarandığı ilk gündən şəhid ailələrinə və qazilərə dəstək göstərmək, dövlətimizə və xalqımıza xidmət etmək məqsədi ilə fəaliyyətə başladı. Müəyyən səbəblərdən fəaliyyətini qısa müddət dayandırsa da, 2025-ci il sentyabrın 5-də Ədliyyə Nazirliyi tərəfindən yenidən rəsmi qaydada qeydiyyata alındı. Məhkəmə orqanlarının ədalətli qərarına və adekvat münasibətlərinə görə biz onlara dərin təşəkkürümüzü bildiririk. Bəli, haqq öz yerini tapdı. Birliyimiz hər zaman əsas məqsədi dövlətimizə, xalqımıza, şəhid ailələrinə və qazilərimizə xidmət göstərmək, gənclərdə vətənpərvərlik ruhunu aşılamışdır. Vətən müharibəsi dövründə cəmiyyətimizin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş, ön cəbhədə yardımlar göndərmiş, arxa cəbhədə vətənpərvərlik ruhunu gücləndirərək təbliğat işlərini aparmışdır. Bu fəaliyyətlər bu gün də davam edir və hər bir üzvümüz bu amal uğrunda çalışmağa özünə şərəf bilir. Bugün keçirilən konferansın əsas məqsədi İctimai Birliyin yenilənmiş tərkibini və strukturunu müəyyənləşdirmək, yeni ideyalarla, yeni ruhla fəaliyyətə başlamaqdır. Qeyd etdiyim kimi, ilk yarananda qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyan cəmiyyətimiz
Müharibədən sonra da istiqamətdə fəaliyyətini ictimai birlik statusu ilə rəsmiləşdirdi. İctimai birliyin fəaliyyətində əməyi olan bizimlə birlikdə şəhid ailələrinə və qazilərimizə əlindən gələn dəstəyi göstərən hər bir əməkdaşımıza təşəkkür edirəm. Qarşıda yeni layihələrimiz, yeni planlarımız olacaq. Birlik olaraq məqsədimiz vətənimizə, xalqımıza xidmət etməkdir. 8 noyabr Zəfər günü münasibəti ilə hər birinizi təbrik edirəm. Bu müqəddəs zəfər ruhu hər birimizin qəlbində əbədi yaşasın. Gəldiyiniz, bu tədbirdə iştirak etdiyinizə görə hər birinizə ayrı-ayrılıqda minnətdarım. Çox sağ olun. Aynur xanıma sualı olan var. Can sağ olasın. Eğer Sağ sualı olasın. olan yoksa onda isteyen çıkışsın, yoldaşlara söz veren. Bir söz vermek isteyen Səyyah müəllimə, qazimiz 1. Qarabağ müəllimə. Yedirsin. Şələmə yoldaşda istəmək. Allah'a salamlayıram. Şələmək istəyənlər xahiş edirəm, yazıla biləsiniz. Hoş geldiniz. Ben hamınızın Zəfər bayramını təbrik edirəm. Bu Zəfər bayramı üçün bütün bayramlar hamısı ilsən keçib gəlir, amma bu bayramı Azərbaycan xalqı başda İlham Heydaroğlu'nun biliyi, ondan cəsarəti nəticəsində qazanılır. Bu bizim Azərbaycanın öz bayramıdır, ayrı adamın bayramı deyil. Ona görə bu bayram bizim üçün əzizdir və unudulmazdır. Həmişə Azərbaycan var olsun, bu bayramı da qazanan oğullar olur. Şəhid ailələri var burada, hamısı boy başını dik tutsun. Ona görə ki, onların balalarının, mənim axıtdığım qan, axır özümüzünkidir, kafirlər orada gəzmir. Eşq olsun Azərbaycan xalqına, Azərbaycan xalqı var olsun, bayrağı uca olsun. İndi mən icazə versəniz, bir-iki kəlmədə bu birlik haqqında öz fikrimi, öz sözümü deyim. Birliyin özü adı çox gözəl addır, vətənpərvərlər. Mən bir yaxın əvvəldən yox, təxminən bir ildən biraz artıqdır bu işin içindəyəm. Çox sönüklük, çox bərbadçılıq var idi. Şükürlər olsun ki, bunların hamısına tədricən son qoyuldu, səbirlə, ondan sonra təmkinlə və qanunun aliliyi çərçivəsində bu işə son qoyuldu. Və mənim təklifim nədir? Təklifim oldu ki, bu adı biz doğruldaq, vətənpərvərlər. Və yerlərdə ancaq və ancaq dövlətimizə, millətimizə, qanunumuza uyğun hərəkətlər eləyək və yerlərdə, indi kim nə danışır özü bilər, prezidentimizə dayaq olaq. Yerlərdə prezidentimizin siyasətini dəstəkləyək. Biz kimlərinsə sözünə baxıb sağa, sola, ayna, bayna yox. Ancaq və ancaq dəmir yumruğun müəllifi İlham Heydaroğlu'nun yanındayıq, yanında da olmalıyıq. Və hər birinizdən xoş gəlmişsiniz deyirəm. Mən inanıram ki, indən sonra bizim bu təşkilatımız doğrudan da adına layiq öz yoluyla düzgün davam edər. Mən hamınıza minnətdaram, vaxtınızı çox almıram və bir daha Azərbaycanın özü qazandığı bayramı, özü yaratdığı bayramı hamınızı və buradan Ali Baş Komandanı təbrik edirəm. Eşq olsun bizim prezidentimizə, bizim sərkərdəmizə. Mən inanıram ki, hələ çox nailiyyətlərimiz olar. Çünki belə bizim bir prezidentimiz var və əhdimi qoy mən deyim, arzum budur, gün o gün olsun. Zəngəzur dəhliz açılsın. Zəngəzur dəhlizinin gedim Naxçıvanda Asabı Kəfi ziyarət edeyim. Və elə bir gün olsun ki, Göyçə gölünə gələk, oradan yenə bir balıq çıxar. Mənim arzum, yaqin hamının arzusudur. Eşq olsun Azərbaycana, Azərbaycanın prezidentinə
və prezidenti sevən hər bir kəsə mən özümüzə uğurlar, nailiyyətlər və elə bir yol gedək ki, hamıya örnek olar. Eşq olsun, təbrik edirəm bayramınızı. Sağ olun. Söz verilir. Şəhid ailələri, əmirlər və müharibə veteranları dua bölgesinde tayin edilir. Sizlere bakıyoruz. Kapını kim açıyor? Kuyturup Bugün 7 Mayıs'ın 5. günü ve ben her iki muharebenin iştirakçısı olmakla birinci muharebenin de gedişatını izlemişim. 91 Oktyabır'dan ta 2020 27 Sentyabr'dan Vətən Müharibəsində ön cəbhədə döyüşçü kimi qeyd etmək istəyirəm ki, bu torpaqların azad olunması ilə bağlı 10 minlərlə şəhid verildi. Yəni 1988-ci ildən bu günə qədər təxminən 30 min, 30 min, biraz artıq şəhid verilmiş. Bu torpaqların azad olunması ilə bağlı gənc oğlanlarımız, cavan gənc övladlarımız Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda canlarını fəda verərək şəhidlik zirvəsinə ucaldılar. Bunlar şəhid zirvəsinə ucalmaqda şəhid analarımız da əyləşib, şəhid atalar da var, ailələr də var və mən qeyd etmək istəyirəm ki, bu dünyada ən böyük tituldur. Bu titulu heç kim qazana bilmir. Onu Allah-Taala yazır, o nə pulla alınmır, nə zakazla alınmır, Tanrı'nın yazdığı bir tituldur, Allah-Taala tərəfindən verilmiş tituldur. Ona görə də mən hesab edirəm ki, veya burada çıxışlar oldu, nakillərin çıxış etdi, bundan da varsa qardaşımız çıxış etdi bu vaxtda. Və bugün bütün Azərbaycan suveren dövləti var və o suveren dövlətdə Azərbaycan Respublikasının Ali Başkomandanı İlham Əliyevin göstərişi əsasında 20% torpaqlarımızın əks hücuma hazır olub döyüş tapşırığı 26'sından 27'sine keçən ildə səhər saat 5'də verildi və bu uğurla başa çatdı. 44 günlük müharibə uğurla başa çatdı. Müharibə sözü acınacaqlı bir sözdür. Müharibə demək olar ki, itki ilə başa gəlmiş bir mövqeydir. Yəni bu müharibəni heç bir dövlətə, heç bir xalqa icazə olamır. Ama müharibənin ağır günlərində uduş hər bir dövlətə bu müharibəni dünya ölkələrində 44 günə heç kim zəfər qazanır. Bu Azərbaycanda yeganə dövlətdir ki, 44 günə qələbə qazandı. Və bilirsiniz ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə bağlı 1988-ci ildən ta 2020-ci ilə qədər olan dövr ərzində geçmiş SSR'nin 366'nın motatıcı diviziyası deyilən bir diviziya var. Hansı ki, o diviziya 20 yanvarda Azərbaycan Respublikasında müstəqilliyi əldə etdiyində də soyqırım etmişdir. Həmən diviziya yerləşirdi Ermənistanda və bu soyqırımın törətməsi, torpaqların işğal etməsi böyük rol olan ən böyük Rusiya idi, keçmiş SSR. Və 44 günlük müharibədə Azərbaycan dövləti o qədər inkişaf etdi ki, o qədər onun hərbi sistemində gücə malik oldu və dünya müasir texnikalarından ilk dəfə Azərbaycan əsgəri zabiti istifadə etdi və bütün dünya istifadə etdi. Bütün dünyaya sübut etdi ki, bax bu silahdan bu müharibədə bu cür istifadə edirlər və dünyaya sübut edəndən sonra
44 günlükdə qazanmış qələbə günü var. Birinci müharibədə iki dövlət, həm Ermənistan, həm Rusiya 4 il o torpaqları işğal etmişdi. Amma Vətən müharibəsində başlanğıcı ilə tam 44 gündə ağ bayrağı mərhum düşmənlərimiz dağıldı və təslim etdi. Bu deməkdir ki, Azərbaycan dövləti çox güclü bir dövlətdir. Azərbaycanın iqtisadiyyatı, Azərbaycanın hərbi quruluş sistemi tam Ali Başkomandanın apardığı siyasət nəticəsində uğurla başa çatmışdır və düzgün, doğru siyasi bir mövqe almışdır ki, bu qələbəni biz qazandıq. Sabahki gün qələbə günü münasibəti ilə hər birinizi təbrik edirəm və buradan Azərbaycanın ərazi bütövlüyündə şəhid olan şəhidlərimizin 30 mindən artıq şəhidlərin hamısına salam deyirəm. Çünki şəhidlərin ruhu gözdədir, şəhidlər bunlar vətən bölünməz deyirlər. Şəhid sözü yeganə anlamdır ki, Quran-ı Kərimin ayəsində də öz yerini tapır. Şəhid sözü dahi bir sözdür. Və mən xidmət etdiyim müddətdə 10 minlərlə şəhid yola salmışam, 10 minlərlə. Yəni mən 5 il günə-gün müharibədə olmuşam, 5 il, bir gün yox, 5 il günə-gün. Və o qədər şəhid yola salmışıq ki, o şəhidlərimizin hər birinin qanı Azərbaycanın, bütöv Azərbaycanın azad olunmasında böyük bir damğa qoyub. Yəni, düşmənin qarşı göstərdikləri qəhrəmanlıq nəticəsində öz canlarını fəda verdilər. Şəhid sözünün anlamında Quran-ı Kərimdə qeyd edilir. Şəhid eşidir, görür və yanımızdadır. Şəhid sözünün anlamında deyir ki, şəhid yeganə tituldur ki, Tanrı ona verir ki, o valideyni dünyasını dəyişəndə əlindən tutub, o dünyada sorğusuz, salsız cənnət aparır. Şəhid sözü yeganə sözdür ki, şəhid sözü onun geydiyi hərbi libas onun kəfənidir. Bu heç bir yerdə yoxdur, yeganə şəhidlərə deyilir. Yəni, biz bu günləri bu şəhid sözünü, şəhid anlayışını gələcək nəslə örnek olmaq üçün, gələcək nəsildə şəhid sözlərinin, şəhid anlayışının, Azərbaycanın, bütöv Azərbaycanının bərpa edilməsində, Azərbaycan Respublikasının suverenliyinin bugün qorunub saxlanmasında gələcək nəslə ötürməkdən ötürü bütün ictimai birliklər, həm dövlət orqanları, həm inzibati orqanlar, həm ictimai birliklər keçilməlidir və bununla bağlı təşkillər də verilməlidir. Və biz də Azərbaycan Respublikasının şəhid ailələri və müharibə veteranlarının hüquqlarının müdafiəsi ictimai birliyi olaraq bu barədə Milli Məclisə və Nazirlər Kabinetində təklif vermişik ki, 2026-cı ilin ilk dərsli ilində bu əlifba qeydiyyatında, əlifba kitablarında qeyd edilsin və bizim bu günləri tədbirimiz də vardır. Biz həmişə tədbirləri Şəhidlər Xiyabanında orta məktəb gənc nəsillə həyata keçiririk. Ondan ötürü ki, gələcəkdə bugün bizim sıralarımıza gələn nəsil şəhid anlayışını indidən anlasın və Azərbaycan Respublikasının suverenliyinin necə qanla başa gəlməsini, tam bərpa edilməsini anlasın. Yəni, indiki gənc uşaqlarımız, 1-də, 2-də oxuyan uşaqlarımız gələcək üçün bunlara həyata keçirməlidir. Bu yöndə biz bütün təbliğatları aparmalıyıq ki, gələcəkdə bu gənclərin və yeniyetmələrin digər nəsillərə ötürülməsində şəhid anlamını, şəhid anlayışını başa düşsün, anlasın və gələcək nəsillərdə ötürə bilsin. Qaldı ki, böyüsün ictimai birliyə, mən bu günləri bir ictimai birlik sədri olaraq sizlərin bu ictimai birliyinin bugünkü gün fəaliyyətini yenidən bərpa edilməsini təbrik edirəm və hesab edirəm ki, bütün ictimai birliklər Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyinə, dövlətin siyasətinə, hakimiyyətə, xalqa, dövlətimizə xidmət edən bir ictimai birliklərdir. Hər bir ictimai birlik bir məsələni ortadan qaldıranda dövlətin də yükü azalır. Və mən o münasibətlə sizləri təbrik edirəm, yeni uğurlar arzulayıram və bu gündən sonra
Biz de uzun illərdir çalıştığımız 30 ile yakındır bizim ictimai birliğin yaşı tam olacak. Dekabrda inşallah 30 ili tamamlayırıq ve her zaman yanınızdayıq, dəstəyik. Her bir problemimiz olduğu müddətdə yine yanınızdayıq. Çok sağ olun. Bütün sizdə qeyd etmək istəyirəm ki, hüquqi müdafiədir, hüquqi işlərlə də məşğul oluruq. Ona görə də mən hesab edirəm ki, bu adından gələcəkdə dövlətimizə, hakimiyyətimizə, xalqımıza dəyərli bir ictimai birlik olacaq. Gün o gün olsun sizin ictimai birliyin 30 ilini qeyd etməyə biz Allah qismət edir. Sağ olun. Sağ olun. Bizim bu tədbirimizdə şəhid valideynləri iştirak edir. Sizdən şəhid valideynlərinin rəsmini almışsın. Mümkünsə də yerinizdən. Ben her birinizin salamlayayım. Ben de bir şehit daisi olarak bugün sizin tədbirdə xoş olacağım. Bugünkü tədbirimizdə elə bir-birinə təsadüf elədik ki, biz səhər də bizim şükürlər qanat bayramımızda. Bütün şəhidlərə səhət edirəm. Allah bütün şəhidlərimizə rəhmət eylesin. Bizim də yəni, məqsədimiz bu vətənpərvərlər iştirakında Rəhmənin yanında olmaq. Mən açıq bir dərdi çəkəndirə, mən şəhid anaların tədbirlərində, onların illərində çox olduğuma görə bugün də elə istəyərdim vətənpərvərlər ictimai birliyin altında həmişə şəhid anaların yanında olun. Onlara dəstək olun. Allah bütün şəhidlərimizə rəhmət etsin bir daha. Mən Zalı İsmailzadanın daisiyəm. Ayda xanımın yenə bu ictimai konferansda sizi təbrik çalışırıq. Və çalışarıq ki, bir şəhid daisi kimi, şəhid ailəsi kimi sizin yanınızda olun. Hər bir çətinliyə dözərək, yəni ki, çalışarıq ki, vətənpərvərlər adından hər bir şəhid ailələrə baş çəkərək, biraz da işlərimiz uğurlanılsın. Diqqətinizə görülsün. Söz Qazi Kamil müəllim. Hörmətli qonaqlar, dəyərli qəhrəman qazilərimiz və qəhrəman şəhid analar. Sizlərin hər birinizi salamlayır və bildirmək istəyirəm ki, mən Azərbaycan Respublikası Şəhid Ailələri, Əllər və Müharibə Veteranları Müdafiəsi İctimai Birliyi sədri müavini, Vətən Mühafizə Xidmətinin başçıları, Su şöbənin rəisi Kamil Qobayev. Bugün Azərbaycan Respublikasında demokratiyanın təməli qoyulur yenidən. Yəni, hər bir ictimai birliyin yeni fəaliyyəti Azərbaycanda demokratiyanın nə qədər güclü olduğunu, nə qədər uzun ömürlü olduğunu bir daha sübut edilir. Bugün bizim Ali Baş Komandanımızın uzaqgörən siyasəti nəticəsində məlum olur ki, Azərbaycanda minlərlə, yüzlərlə ictimai birliklər fəaliyyət göstərir. Və hesab edirəm ki, tam azad, şəffaf xidmət nəticəsində şəhid ailələri, qazilər və eyni zamanda sıra vətəndaşlarımız da bu xidmətdən yararlana bilir. Xüsusi vurğulamaq istəyirəm ki, bizim dövlətimizin müzəffər ordusundan qazi olan, sağlamlıqlarını vətən üçün, vətənin ərazi bütövlüyü uğrunda itirən qazilərimizə, xidmət göstərən ictimai birliklərimizə dövlətimiz daha yaxından dəstək olur ki, ictimai birliklərimizin fəaliyyəti günü-gündən güclənsin. Amma buna baxmayaraq, bu günə qədər biz bir ictimai birlik olaraq heç vaxtı dövlətdən maddi vəsait ummamışıq və öz qardaşlarımızın
yoldaşlarımızın, qazi qardaşlarımızın dəstəyi ilə və dəyərli iş adamlarımızın dəstəyi ilə bir çox yardımlar paylayaraq hərbi xidmətlərdə də olmuşuq. Eyni zamanda Vətən Mühafizə Xidmətinin rəhbərliyi cənab general Etibar Qasımov da bizim bir çox tədbirlərdə qoşularaq xeyirxahlıq əməlini davam etdirib. Eyni zamanda vətənin mühafizəsi demək bu çox ağır bir cümlədir. Yəni biz necə ki döyüş zamanı vətənin mühafizəsində dayandıq, burada cənab leytenant və demək bizim qazi qardaşımız yer tutub formada, onları da salamlayıram. Çünki bizim Vətən Mühafizə Xidmətində də, İctimai Birliyimizdə də qazilər daha çoxluq təşkil edir. Çünki bu bizim hər iki mənim rəhbərliyimin qazilərə, şəhid ailələrinə göstərdiyi xüsusi diqqətdən irəli gəlir. İstər etibar məlum olsun, istər tarih məlum olsun. Dəfələrlə mən şahid olmuşam ki, hərbi hissələrdə keçirilən tədbirlərdə, işğaldan azad olunmuş torpaqlarımızda yüksək səviyyədə tədbirlər təşkil olundu. İctimai Birliyi ilə Vətən Mühafizə Xidmətinin bərabərliyi ilə təşkil olan möhtəşəm bir tədbir keçirildi. Orada cənab general da iştirak etdi. Bu mənim üçün qürurvericidir. Yəni mən hər iki orqanda xidmət göstərirəm və mən rəhbərlərimin hər ikisi ilə də fəxr edirəm, qürur duyuram. Ki, bəli, bugün vətənini sevən, elini, obasını sevən, Ali Baş Komandanımızın daxili və xarici siyasətinə əməli salihliyi ilə xüsusi xidmət göstərən hər iki rəhbərimə təşəkkür edirəm. Çünki Ali Baş Komandanımızın bir amalı var. Azərbaycan xalqı gözəl yaşasın, qazilərimiz və şahid ailələrimiz həmişə ali təbəqədə dayansın. Bizim yenilməz xalqımız, yenilməz ordumuz, yenilməz millətimiz, mən dəfələrlə şahid olmuşam ki, qazilərimizə necə hörmətlə yanaşır. Hesab edirəm ki, bugün fəaliyyətini yenidən davam etdirən Vətənpərvərlər İctimai Birliyi Ali Baş Komandanımızın daxili siyasətinə və İctimai Birliyin nizamnaməsinə uyğun olaraq bundan sonra da şərəf və ləyaqətlə xidmətlərini davam etdirəcək və hesab edirəm ki, burada gördüyümüz hər bir qardaş və bacılarımız da bizim Vətənpərvərlər İctimai Birliyinin rəhbərlərinə, xidmətinə görə xüsusi olaraq təşəkkür edəcək. Bu mənim fikrimdir və əminəm ki, hər iki İctimai Birliyi və eyni zamanda Vətən Mühafizə Xidməti birləşərək yenə də daha xalqımıza xidmət göstərəcək. Mən sizə uğurlar arzulayıram. Süleyman xanım, sizin özünüz də Vətən Mühafizə Xidmətinin əməkdaşısınız. Biz yumruğumuz birdir, toçkamız birdir. Mən Allahdan hər birinizə can sağlığı arzulayıram. Eyni zamanda şəhid analarımıza, qazilərimizə eşq olsun deyirəm. Var olasın. Sözü sübutlarına verməyəsin. Buyurun. Mən də təşəkkür edirəm sizə. İlk olaraq mən şəhid analarım, bacılarım burada təbrik edirəm. Sabahçı Zəfər Bayramı münasibətilə. Qazilərimizi təbrik edirəm. Torpağı vətən eləyənlər onlardır. Elə 91-ci ildən bu yana və 44-cü vətən müharibəsi dövründə. Burada çox adamları tanıyıram. Elə şəhid analarımızdan baxın, bunlar bizim qürurlarımızdır. Biz qürur duyuruq onlardan. Elə prezidentimiz demişdi ki, bu tarixi həm tarixləşdirmək və araşdırmaq lazımdır. Bu yükdən düşür jurnalistlərin çiçəklərində. Mən bu barədə bir 4 dənə kitab yazmışıq. Kitablarımız Qarabağ qəhrəmanları fonunda. Nədir burada məqsəd? Azərbaycan gəncliyində bax bu örnək olan analarımızın, bacılarımızın böyütdüyü, o şəhid olan qəhrəmanlarımızın döyüş yolundan, keçdiyi həyat yolundan yazmaqdır. Bu bizim üzərimizə düşən böyüklükdür və borcumuzdur. Həm də
elə bir vətəndaş kimi, eyni zamanda da bir jurnalist kimi oldu. Bu vətənpərvərlər ictimai birliyinin tarixindən də, keçdiyi həyat yolunda çox keçməkeşlidir. Mən də bir növ buna şahid olmuşam, müəyyən qədər də çalışmışam ki, bir öyrənim, diqqət edeyim, bilmirəm nə qədər ona diqqət eləmişik. Arzulayıram ki, gələcəkdə də bu vətənpərvərlər və maarifləndirmə ictimai birliyi ətrafına sağlam, elə orada yazıldığı kimi vətənpərvər insanları toplasınlar. Vətənpərvər o demək deyil ki, elə hakimiyyətimizdə, dövlətimizdə təmsil olunanlar. Xalqımız da vətənpərvərdir. Yəni bu birlik elə dəmir yumruq demək. Mənə elə gəlir ki, burada əyləşənlər, elə eyni zamanda qazilərimiz, bəlkə də onları qazi olmasın, döyüşçülərimiz, eyni zamanda da olan iki adi vətəndaşımız var. Hamısının ürəyində bir dənə amal var, vətən sevgisi, torpaq sevgisi. Torpağı vətən eləyən kimdir? Onun əsgəridir. Qanı ilə torpağı yoğurub, konstitusiyon hüququmuzu bərpa eləyən kimdir? Yenə bizim əsgərlərimizdir. Yenə də baş əyilən hər birinin qarşısında şəhidlər bizim baş tacımızdır. Onu boya başan, ərsəyə gətirənlər də yenə bizim fəxarət və qürur ünvanımızdır. Hamınızın qarşısında baş əyilən, siz elə bir anasız ki, örnək, bizim hər birimiz sizə diqqət eləməliyik. Nə qədər ki, bir ömür biz yaşayacağız. Sizlərə borcluyuq, şəhidlərimizə borcluyuq. Mənim özüm də Qarabağ veteranıyam, oğlum da Qarabağ veteranıdır, 4 dənə medal alıb, 44-cü vətən müharibəsində çalışırıq, xidmət göstərməyə çalışırıq ki, bu döyüşçülərin həyat yolunu işıqlandıraq, Azərbaycan gəncliyi bir nümunə götürsün. Adından da görüşür ki, vətənpərvərlər və maarifləndirmə. İki böyük bir amalı üzərində götürür. Həm vətənpərvər olmaq, həm də maarifləndirmək. Maarifləndirmək də o deməkdir ki, elə bu sahədə şücaəti olan, ürəyində vətən eşqi olan insanlardan, həmin bu insanların keçdiyi həyat yolu bu gənclərə bir nümunə kimi göstərsinlər. Sabahki gün münasibəti ilə mən hər birinizi ayrı-ayrı təbrik edirəm, uğurlar arzulayıram. Hesab edirəm ki, gələcəkdə bu vətənpərvərlər və maarifləndirmə ictimai birliyi ətrafına yenə də sağlam düşüncəli, sağlam baxışla baxan və ürəyi sağlam düşüncə ilə, maarifləndirmə fikirləri ilə döyünən insanları toplayacaq, vətəninə, xalqına, qürurla, əzmlə xidmət edəcək. Sağ olun, var olun, biz azalım. Xoş gördük sizləri. Gözəl bir məkanda, gözəl bir gündə. Hər kəsi salamlayıram. Aynur xanım, bugün biz sizin şərəfinizə, sizin ictimai birliyinin işarına toplaşmışıq. Çox gözəl bir gündür. Mən hesab edirəm ki, 33 il, 35 il müddətində biz bu günü çox məmnuniyyətlə gözləyirik və heç ağlımıza gəlməzdi ki, biz qələbəni çox yaxın bir 44 günlük mübarizədə biz qələbəni qazanacağıq. Yəni biz o baxımdan demirəm ki, qazanacaq. Yəni bizim Azərbaycanın varis oğulları Ali Baş Komandanın əmri ilə, yəni zamanında artıq müharibə yetişmişdir. Və şəhidlərimizin, ulu şəhidlərimizin, qazilərimizin, müharibə veteranlarımızın sayəsində biz bugün bu dəyirmi masa arxasına toplaşıb və qələbəmizi qeyd edirik. Bu doğrudan da çox şərəfli, çox elə bir andır ki, yəni bunu ifadə ilə izah etmək olmaz. Çox gözəl gündür. Burada bütün uzaqdan, yaxından gələn şəhid analarımız burada var. Füzuli rayonunun evində söhbət edilir. Yəni hamısının qarşısında baş əyir. Çünki şərəfli evlad yetirmək birinci valideyn, ikinci müəllimlər, yəni şərəfli evlad yetişdirmək heç bir insana məxsus deyil. Yəni bugün biz qələbəni əldə etməyimizdə öndən
şəhid analarına, şəhid valideynlərinə borcluyuq. Onların qarşısında şəxsən mən bir jurnalist kimi, həm də ki, Polat Mübarizələr Cəmiyyətinin sədri kimi baş verirəm. Sağ olsunlar ki, belə şərəfli, vətənpərvər evlad yetişdirdilər və bugün siz vətənpərvərlər, maarifləndirmə, ictimai birliyin rəhbəri kimi Çingiz müəllim eyni zamanda cənab Gebramız bir yerdə, hamımız bir yerdə bu bayramı qeyd edirik və eyni zamanda sizin Subut müəllim mənim həmkarım qeyd etdi, bu cəmiyyətin lap öncədən biz şahidik. Yəni keşməkeşlik yollar getdi, tədbirlər keçirildi və iştirak etmişik və nəhayət ki, siz də bir təsirçi olaraq, yəni üzərinizə düşəni etmək məqsədilə haqqın yolunda qələbə çaldınız və bununla Çingiz müəllim sizi də, rəhbərliyi də, Amir xanım sizi də və bütün üzvlərini, hansı ki, burada yüzdə toplaşan bütün sizə dəstək olan hər kəsi ürəkdən təbrik edirəm öncədən. Və biz çətin bir yol keçdik, qeyd etdik ki, zəfər əldə etdik. Yəni, Qarabağ Azərbaycandır, belə bir hikmətli prezidentin, cənab prezidentimizin hikmətli ifadəsi altında və dəmir yumruğu altında birləşdik. Çox xoşdur və mən xeyli müddət yay tətilində, yəni 30-35 il arasında qeyd etdiyim o həsrət qaldığımız rayonları mən qarış-qarış gəzdim. Doğrudan da cənnət məkandır. İnşallah ki, böyük inşaat işləri gedir, çox gözəl bir gələcək orada gözlənilir. İnşallah ki. Və bizim qürur yerimiz, bilirsiniz 18-ci ildən bayrağımızın rəngi da mən o xırdalamıram, yəni ki, burada hamı bilir. Bayrağımızın yaranma tarixi və 90-cı illərdən üzvləri. Bizim eyni zamanda 9 noyabrda bayrağımızın yaranma günüdür. Və o münasibətlə bütün cənab prezident başda olmaqla, birinci xanımız Mehman xanım başda olmaqla və bütün ictimai birlikdə, MMC-lərdə və digər təşkilatlarda olan bütün rəhbərlər və onun kollektivini, dövlətimizi, xalqımızı qeyd etdiyim kimi, öndə şəhid ailələrini, qazi ailələrini, müharibə veteranları ailələrini və cənab generalımız sizi, hər kəsi təbrik edirəm. İnşallah ki, qələbələrimiz bol olsun, uğurlar diləyirəm, həmişə gözəl günlərdə görüşək. Təbrik edirəm. Bir sözü Tamil xanıma vermək istəyirəm. Biraz gecikmişsiniz, ona özünü çatdırmışsınız. Axşamınız xeyir olsun, xeyirlisi. Tədbirə gələn bütün insanların hoş gəlmişsiniz. Allah büyüklüğünüzdən güzel olmasın. Ben çok sevindim sizi burada gördüm. Zamanında bizim diplomumuzun layıklı mühendisi olmuşsunuz. Bugün burada şehit analarımız var. Ben özüm bir ana olarak 4 oğul anası olarak 4 evladımı vətənlə götürüp əskər sıralarına yola salmışlar. Ve her birinin güzel hasenetmesine karşılamışlar. Ben bugün bir zaten burada oturan bütün şehit anaların arasında başlıyorlar. Çünkü onlar hayata getirdiği evlatlarını dünyaya getirende şehit adını getirdi. Onlar onun her an bunu onların kelimeyinde, çılgın olmaklarında, məktəbə getməklərində, tədrisi başa çatdırmağında, ali məktəbə qəbul olmağında. Mən burada Xavər anamızın cılığına gətirərəm ki, onun həyatın tarihini mən çox gözəl bilirəm. Rauf şəhidimizin anasıdır. Rauf özü dövlət tərəfindən mükafatlandırılan bir evlad olub. Və bizim yaşadığımız binada balaca uşaqlar onların qulluğunun ağzından keçəndə sakitcə keçiblər ki, burada şəhid. Mənim nəvəm
İndi 10-cu sinifdə oxuyur. O, şəhidlər ölməz, vətən bölünməz. O qədər demişdi ki, səs dillərimizə dönmüşdür. Mən özüm bir Qarabağ nümayəndəsi olaraq, bir Ağdam sakini olaraq, 33 illik məcburi köçkün olaraq, bugün qürur duyuram ki, bizim şəhidlərimiz, qazilərimiz, Allah şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət Məkanları cənnət olsun. Analarına, valideynlərinə, atalarına, onları sevərlərə, xalqımıza səbir versin. Qazilərimizin canını sağ eləsin. Ailələrinin üstündən əsir olmasın. Heç bir valideyn evlat həsrəti çəkməsin. Evlat acısı yaşamasın. Yaşayanlar onu bilir. Yaşamayanlara nəsib eləməsin. Bugün bizim İctimai Birliyin Mübariz İbrahimovun anadan olan günü. Biz onu da yad edirik. Allah məkanını cənnət eləsin. Atasına da rəhmət eləsin. Elə bir evlat dünyaya gətirdilər. Başımızı uca edən evlatlar. Allah bütün evlatlarımıza o bizi sevdirən, saydıran, yüksək qələbələrlə nəticələndirilən ölkəmizi firavan eləsin. Başda Ali Başkomandanımız, onun xanımı və bizim şəhidlərimiz və qazilərimiz. Qoy şəhidlərimizin məqamı uca olsun. Bunların o dünyaları cənnət suları altında olsun. Analarına o sular qədər səbir versin. Heç bir ananın indən belə sülh əmin-aman həyatı yaşayır. Bu yaxınlarda mən özüm Ağdama köç oluram. 33 ildən sonra bu həsrət olan torpağımıza şükürlər olsun ki, qaydacıyıq. Allah Ali Başkomandanımıza can sağlığı versin. Onu pis insanlardan hifz eləsin. Onu qorusun. Vətənimizi, xalqımızı o dəmir yumruq altında birləşdirdi. Müstəqil bir dövlət yarattı. Bizi sevindirdi. O sevinç gözyaşları ilə olan analarımıza da indən belə fərəh yaşansın. Yerdə qalan balalarının gözəl günlərini görsün. Müharibə ilə heç bir valideyn imkana çəkməsin. Bizim bu vətənpərvərlər maarifləndirmə İctimai Birliyimizin də ilk addımı, bizə aid olan ilk addımı uğurlu olsun. Aynur xanım, siz də təbrik edirəm, Çingiz müəllim, sizi təbrik edirəm. Böyük nüfuza malik olan Etibar müəllim, sizi təbrik edirəm ki, bizim əhalilərimizdə belə bir insanlar var. Bir yumruq altında cəmlənən insanlar heç vaxt yana düşməz. Həmişə qələbəyə uğrayır. Çox sağ olun, var olun. Siz anaların əlindən öpürəm. Sizə kiçik də olsa bir güldən ötürü getmişdim. Onu da əldə elədim, gətirdim. Amma bilirsiniz də tıxaclar nə tərbiyyətləri yollarda qalmışıq. Allah sizi bugündən belə üzünüzdə olan o çöhrəni sevinçlə, bəli, Azərbaycan xalqı o bilən bilir, bilməyən bilmir. Amma şəhid analarının o iş hər kəsin başına gələn bir iş deyil. Şəhid anası olmaq, o da bir naxışdır. O balanın fərəhin yaşamaq. O bir bala eldən gedən də var, evdən gedən də var, küçədən gedən də var. Amma şəhid adı istər belə kasıb ailə olsun, istər varlı ailə olsun, o ailənin qürurunu qaldırır bilir. Onun xətrin, hörmətin uca edir. Allah bütün anaların balasından yaratsın, başını uca eləsin. Şəhidlərimizə də rəhmət eləsin. Siz qazilərə də Allah can sağlığı versin. Zəhərləsin. Siz başqa olun. Sözümə xanıma vermək istəyirəm. Qəhrəman şəhid analara, ataları, şəhid ailələrinin salamıyla, Rabbimin şəkildə duyduğunuz, dəstələr olan, gözəl şəxsiyyətləri salamıyla. Allah heç vaxt dediyimizi sormasın, həmin də bunu deyirəm. Haqq, ədalət heç vaxt sınmasın, hər şey ədalət olsun. Necə ki, bizim qəbul olduğu artıq sigorta getirilir. Mən təbrik edirəm. Siz bilirsiniz, mənim Allah'ın yanına görüşdüyüm işi. Şükür bu günə.
də buralara çıxabildim. Sizin də bir iştirak edin, etibar bəy, Kiyiz bəy, Aydın xanım, sizlər də düşünəsiniz. Allah hər biriniz rastlanız. Bütün arzu niyyətlərimiz real olsun. Və bugünkü gündə, bu gözəl bayramda Allah dünyaya meydan okuyan ölkə prezidentimizi qorusun. Amin. Yenilməz müzəffər hərbi ordumuzu qorusun. Və müzəffəri bizə qazandıran şəhid oğullarımızı, şəhid qardaşlarımızı ruhu şad olsun. Və bizim canlı şəhidləri olan, şəhidlərimizin şəhidləri olan bu da qazilərimiz var. Allah hər birini qorusun. Onlar bizim təxrimizdir, onlar bizim qürurumuzdur. Onlar bizim an fikrimizdir, şəhidlər bizim müqəddəsimizdir, ziyarətgahımızdır, məşkəmiz mədinəmizdir, şəhid anaları. Sizlərin qarşısında, şəhidlərimin ruhu qarşısında baş əyirəm. Hər birimizin ürəyimizdən, ürək canımızdan can ayrılır. Kimsə bilə bilməz ki, kim qəlbində hansı riskiyə, hansı həsrəti, hansı ayrılığı yaşayır. Sizlərin acısını da biz yaşaya bilmərik. Amma mən ana olaraq yaşayıram. Bilirsiniz, mənə də şəhidlər anası deyirlər. Amma bugün bir günü nə qədər acı, nə qədər ağır, nə qədər bala ayrılığı yaşayırsınızsa da, o qədər qürur duyun ki, bütün Azərbaycan xalqı yox, bütün dünya sizə baş əyir. Sizinlə qürur duyur, şəhidlərimizlə qürur duyur, şəhidlərimizin adı bütün dünyada tanınır. Məhkəm mədinələrdə gəzir, qiyabətgahlarda gəzir. Allah hər birinizi qorusun. Mən Allahdan arzu edirəm ki, heç vaxt şəhidlərimizin, qazilərimizin, veteranlarımızın haqqı tapdanmasın. Çünki bizim qazilərimiz də bugünkü günə kimi canlarında düşmənin qəlbəsini gəzdirirlər, haram parçadırlar. Onların haqqını itirmək heç vaxt olmaz. Şəhidlərimizin haqqını itirmək. Mən bilirəm ki, Azərbaycan xalqımız, bizim dövlətimiz, bizim gələcək nəsillərimiz, necə ki, şəhidlər xiyabanında, məktəblilər əllərində bayraq bu xiyabanda ziyarət edirlər, şeirlər söyləyirlər şəhidlərimizin adına. Ömrü boyu da nəsildən nəsilə, əsildən nəsilə keçəcəkdir. Heç vaxt şəhidlərimiz unudulmayacaq, nə də unutulmayacaqdır. Biz belə bir xalqıq. Allah xalqımızın birliyini və Azərbaycanın bütövlüyünü qorusun. Gün o gün olsun ki, Azərbaycanın bütövlüyünü belə Zəfər bayramı kimi qeyd eləmək dövlətimizə, xalqımıza, siz oğullara və şəhid analarına, rəhbərlərimizə qismət olsun. Hər birimizə bu gün arzu edirəm. Zəfər bayramınız mübarək olsun. Sözü Zülfiyə xanımla vermək istəyirəm. Hərbisi. Bir ürəkdən deyir. Yox, başqa şey. Mən yerine danışırım. Necə istəyirsiniz? Mən hərbiçi olaraq, silahlı qüvvələr, mühafizəsi olaraq hər kəs salamlayıram. Qazilərimizi salamlayıram. Şəhidlərimizə salam gözlərim. Şəhidlərimiz bizim yanımızdadır. Şəhidlərimiz bizim aramızdadırlar. Bizim yanımızdadırlar. Bugün cümə günüdür. Onlar namaza gelirlər, namazdan gəlirlər. Bizi dinləyirlər. Görək bizim valideynlərimiz, bizim vətəndaşlarımız necə salamlayır. Bir daha salam olsun. Həqiqətən də mən böyük qürur duyuram. Bir hərbiçi kimi. O qədər peşman idim, o qədər 88-ci ildən 14-cü ilə qədər mən işləmişəm. Hər dəfə deyirdim ki, görəsən bunun axırı necə olacaq? Necə bizim oğullarımız məğlubiyyətə uğrayanda mən özüm elə bildim, öldüm dirildim. Bəlkə də öldüm dirildim. Xəstəxanada hərbiçilərə baxanda onların yaralı
sınır, sokak yollarına, kışlarına bakanda evimde yata bilmiyorum. Her defa üzre istiyorum. Uşağım köpeğiydi onu da parım gözümden. Bir gün koridorda uşağım geldi ağladı ki ana hədisi oğlanla qolunu snapir aparmışdı. Oynurdu dedi qaqam yoxdur. Qalxdım xirurgiya gördüm Qusarı Hüseynov var idi. Kırık. Bilmem yadınıza gelir, yadınıza gelmir. Gördüm bunu operasiya hazırlayır. Girdim içeri, Hüseynov dedim, что случилось? O Rusça danışır, Azərbaycan dilində danışmadı. Dedi ki, ya, mən heç bir şey de eləyə bilmirəm, gangrena verir qolu. Dedim Hüseynov, buna nə lazımdır da? Dedi, nə etmək istəyirsən? Dedim ki, mən istəyirəm bunu mən müalicə eləyəm də, əgər müalicəliksə. Dünya preparat olarsa müalicə eləyərəm. Dedim, yaz ver. Yazdı, verdi. Neyse, gittim aldım, getirdim. Şükür. Tutardı qolu, sağaldı qolu. Əsirlər gəldi bizə. 3 dənə əsir. Allah şükür, o vaxtlar gəldi, gəzirdi də, bilirdiniz də. Qırmızı Aypara Cəmiyyətinin liniyası gəzirdi. Naçanik hospital çağırdı məni, dedi, bunları adrenalinə gəzdir. Dedim, baş üstə, gəzdirdim. Əsirlərin yanına apardım. Ucu daha qutardılar, gəldilər, düşdülər. Dedilər ki, sualın var mı bizə? Dedim, bəli var. Dedi, nədir sualın? Dedim, bizim bir yaxın qohum var, əsirlikdədir. Onlar onu dəyişdirəsiz. Dedi ki, valideynlərini çağırın, geçsin Qırmızı Aypara Xaç Cəmiyyətinə. O vaxtda ərzə verilirdi də, valideynin ərzəsi. Dedi, sən ihtiyarı yoxdur, valideyn gəlmədi. Mən onu dəyişdirdim. Qax rayonun Şıtlar kəndindən oğlan bu dəqiqədə hal-hazırda yaşayır, balaları var. Mən bugün o qədər sevinirəm, o qədər qürur duyuram ki, bizim torpaqlarımız düşmən taplarından qutardı. Gəlinlərimizin, qızlarımızın, ağsaqqallarımızın, cavanlarımızın üzü ağ oldu. Evet. Dünyanın harasına geçsəm, Azərbaycanlıyam deyəndə deyirlər ki, bərək Allah. Bir, ikinci, kəlağaylarımız, bu müharibədən sonra kəlağaylarımız hamısı dəbə çıxdı. Rusiyanın harasında olsa kəlağay sərib gedəndə çiğnə dilə Azərbaycanlı xanımıdır. Həqiqətən də qürur duyur. Mən bunlarla qürur duyuram. Var olsunlar. Qazilərimiz yardımcandılar bizim. Qazilərimiz, canlı şəhidlərimizdir bizim. Onları yenə salamlayıram. Onların əllərindən öpürəm. Mən özümcə mən bir dənə şəhid olan şeir yazmışam. Özüm da başladım. Mən o qədər bu şeirlər nə bilim bölümünü oxuya biləcəm. Buyurun, həmsi şeirləriniz gözəl anlarsınız, yapan. Şəhid olan. Atan qürurludur, başı ucadır. Kişi tək eylədin, igidliyi sən. Etdin vətəninə sinəni süpər. Seçdin haqq yolunu, şəhidliyi sən. Anan üzü ağdır, xalqın içində. Ata nümunədir, öz qüruruyla. Ağ günə çıxardın vətənimizi, işıq saçdın şəhidliyin nuruyla. Ay şəhid anası, göz yaşını sil. Bütün Qarabağı qarış-qarış gəz. Oğlun tarix yazır öz qanı ilə. Şəhid yazın tarix heç vaxt silinməz. Sağ olun. Sağ olun. Şəhid anası yaşlarında xanıma söz verirəm. Onda xanım. Əlbəttə, bu. Öncelikle beni salamlayla. Her gün teşkil ederim. Her gün teşkil ederim. Biz sizin Şükür Allah, teşekkür ederim. Cümlenin her bedelde değiliz. Allah'ımıza sağ sağlığı versin. Ben Kerim Cebrin anasıyam. Ben oğlum. 93'ün şəhid.
Ben böyük oğlum, Bu yaxından buyurdu. benim iki oğlum var idi. Biri İslam Üniversitesi'nin 3. kurs tələbəsiydi, institutunu yanlış bağladı, dondurdu, Qarabağ müharibəyə getdi. Biri xalq təsərrüfatını qurtarmışdı. Özü könüllü olaraq müharibəyə qoşuldu. Allah bilir ki, Qarabağ Şirin Beyzərinə CT-ilə vuruşdu. Hilal Kərimov, Bəkədə o vaxtın 93-ün qazilərini olsa tanıyar. Neçə illər vuruşdu. Sonra böyle küçük yazarlar hayatını değişti. Küçük ortancılığı onun orta mektep kurtardı, Sinayi Üniversitesi'ne kabul oldu. Muharebe başlayanda üstünü dondurdu, muharebeye katıldı. O çok cesur oğlanıydı, çok cesaretliydi. O iki keşfiyatçıydı, hemşe önde geliyordu. O komandilerin emriyle neçe tank atmıştı, neçeyi atmıştı, neçe eline esir tutmuştu, yani hansı komandilerin emriyle. Yani çok cesur, cesaretli, çok iyi bir oğlanıydı, vatanperver oğlanıydı. Menzil Akman Menzil'i kendi bunun İstanbul'da 4 saat durup saklamıştı, dayanmıştı. Cebim'in öyle danışmak olar ki, ama danışmak benim için hem çok ağırdı hem de çok gururludur. Çok ağırdı ki yani Cebim'in o kadar istikamlı, o kadar benim vatanperver, o kadar cana yakın bir uşağıydı ki, yani bilmiyorum, onu görmeyenler bilmez. Son dövüş Arman Karagay'da oldu. Gözü yaralı komandiri Ferman İbrahimoğlu Sivas Devlet'ten öz sinesini yaralanmıştı. Ferman adlı İbrahimoğlu Sivas Devlet'ten o da şehri sinesini çaldı. Bunun mezarı Arman'dadır. Cenab-ı Prezidentimize bu 40 günlük muharebenin demir yumruk altında vatanımızı, torpağımızı kurtardığına göre çok teşekkür ediyorum. Çok sağ olsun, var olsun. 40 günde canını veren oğlanların, analarına teşekkür ediyorum. Minnettarlar karşılarında baş eğerim. Çünkü ben evladım 30 yıl həsrət idim. 30 yıldır ben gelip evladımı ziyaret edebilmirdim. Ama indi ben hastalıkla gidip evladımı ziyaret edirəm. Atam şəhidlər yabanına gedebilirim. Benim oğlumun şehitliğinden sonra okuduğu Arnavut'ta mektebi onun adına verdiler. Allah Yiyin sen de. Sen de gurur. Eren müxəssəsin sən. Allah sağ Allah olsun. Ben Kumru Hanım'a söylemek istedim. Teşekkür ederim. Kafamızı böyle şahitlerin bunlar işte sana doğru verdiyse beni devlet edip teşekkür ederim. Sevgi var. Atıya, anneye, evlada, güle, çiçeğe, istediğin şeye. Ama yollarda var mehabbet, istek falan başka. Hiç vakti evladı anneye kurban demişler. Ananı, atanı, əziz qardaşını, bacını evladı kurban demişler. Vətən, torpaq, o qədər deməli bizə əzizdir ki, bizim bu qanımızdadır. Vətəni sevirik. Evlatlarımızı o vətənə kurban edirik. Onsuz da çok çətindir. Hamısı bizim bağlarımız. Birimizin dərdimiz 10 milyonluk Azərbaycan dərdidir. Azərbaycan 10 milyonluk dərd. Tək mənim dərdimdir. Mən belə fikirləşirəm. Hamıyla bilirəm ki, belə fikirləşir. Çox sağ olun ki, dövlətimiz sağ olsun, dövlətçiliyimiz sağ olsun. 200 ildə əcdadlarımızın eləmədiyi bir şey hörmətli prezidentimiz elədi. Buna görə ona təşəkkür edirik. Dövlətimiz belə İslam ömrü qədər olsun. Mənim də qeyri bir salamım var, onu unuttum da. Öz gözəlliyi ətrafa səs salar. Bunda minlərlə igidlərin qanı tökülən, canı tökülən, can verən
Böyük Azərbaycanı dünyaya tanıdan Qarabağdan hamıya salam gətirmişəm. Bu mənim salamımdır. Vallahi nə deyim ya, acizəm. Yo, adı siz bizim üçün fəxr ünvanısınız. Özdə mən üzr istəyirəm. Üzr istəyirəm, mən uşaq vaxtı zamanında özümün bir kitabxanam var, 1000 dənə kitab yazmışdım. Orada bilmirəm, o kitabın adı yadımdan çıxır. Oğuz Elcinin elə bir ki, Ağsaqqalı can verir, bütün igidləri yığır başına çağırır. Ona belə bir vəsiyyət edir. Deyir ki, bir dənə qayanı deyir, satdım deyir Çinlilərə. Bunlar gəlirlər, sirkəni tökdülər, mənim qayanın üstə parça-parça edib, yığdılar, kurular, apardılar. Deyir, o qədər peşman oldum ki, deyir, mən o qayanı satdığım belə yad ellilərə satdığım. Bir deyir, sizə tövsiyəm budur ki, torpağınızı, daşınızı qoruyun, qız gəlinizi qoruyun. Baxın, o elə bir mənim beynimdə həkk olunubda, bir 1000 səhifəli roman oxursan, oradan bir dənə cümlə, ya 2 dənə cümlə, ideya xətti kimi onu götürürsən, elə bir ki, başında həkk olunubda. Vətənpərvərlik kimi marifləmə istəyəndə İsmail Beylidir, yenə hamınızı təbrik edirəm. Bu çətin, ağır işləsə, müvəffəqiyyətlər arzu edirəm, Aynur xanım, hamınızlar, bütün. Onsuz da biz Azərbaycan olsa bir yumruq kimi əvvəl gedirik olmasaydı, birləşməsəydi bu çətin vəziyyətdən də çıxa bilməzdi. İndi mən köçmüşəm, Füzulidəyəm. Düzdür, ora mən xarabalıq demirəm, o daşlar hamısı elə bil ki, Azərbaycanın bir daş sərnaməsidir ki, orada doğrusu bir dəfə bir xaricdən jurnalist gəlmişdi, dedi, pəncərədən baxanda nə fikirləşirsən? Deyirəm, nə fikirləşmirəm ki? Gölgesinde oynadığım ağaçlar yoktu, üzreştirəm, yoldaşım yoktu, oğlum yoktu. Her şeyimi yitirmişəm, yine de şükür edirəm ki, yine o vətəndəyəm, o torpaqdayım. Ürəyim ağrısa da, ondan sonra canım çıxsa da, yine de o torpaqdayım, mən orada yaşayıram. Yine buna göre de Prezidentimizə təşəkkür edirəm. Allah ona can sağlıq versin, uzun ömür versin. Allah xalqımızı qorusun, sizin kimi oğulları qorusun. Nə qədər xalqımız var, mən bir neçə tədbirdə olmuşam. Məsələn, elə tədbir olubdur ki, şəhid tədbiridir. Elə bu yaxında Astarıya bir dənə kitab təqdimatdan görüb etmişdir. Şəhid kitabıydı. Sonra da mədələr təşkil edildi, Məhəmməd Şəhidin ev muzeyinə getdik. Yoldaşlar da İsmail xanım iştirak elədi. İbrahim, Pəncəli İbrahimin ev muzeyinə getdik. Şey bildiler, milli qəhrəman bildiler. Onun ev muzeyinə orada bir dənə dövlət məmuru kitabın təqdimatında bir dənə dövlət məmuru yoxdur, gəlməmişdir. Bu mənə o qədər pis təsir elədi. Orada onu qeyd edərlər. Amma gələn kim idi? Xalq, cəmaət, yazarlar. Bu günləri şairlərinin hamısı yazır. Onların yazdıqları bugün olsun, 10 il bundan qabaq olsun, 30 il bundan qabaq olsun, 40 il bundan qabaq olsun. Nə yazılıbsa bu Azərbaycanın qızıl sərnaməsidir, gələcək nəsillər. Mən bir dəfə bir tədbirdə bir dənə tərifli birisi dedi ki, dedim mənə nə bilim nə gətirdi, mən onu çat eləmədim ki, bunu sən, məsələn, elə Ağdamlıydı o, deyir, Ağdamlı alınan vaxtı bunu ağlaya-ağlaya yazır ki, mən hiç torpağıma gedə bilmirəm. Deyir, dedim ki, bunu atayla, bunu kimdə bunu çap edəyəm? Amma ki, indi nə yazırsan, indi nə yaz. Mən durdum ona, 100 nəfər adam var, İraq tut. Dedim, əgər ağlaya-ağlaya yazırsa, bunu çap edəyəm. Gələcək nəsillə bilirəm ki, mən nə çəkmişəm, bunu nəzdarda çəkmişəm. Neyse size can sağlığı arzu ederim bu çetinizde. Bana münasebetiyle bütün Azerbaycan'ımızda, dünya Azerbaycan'da, Azerbaycan diye, Azerbaycan'la nefes alan, Qarabağ diyen bütün milletleri tebrik ederim, can sağlığı arzu ederim. Bu Qaradağ hamımızın qələbəsidir. Şükür ki, bugünkü gələcək qeydiyimizdir. Söylemek isteyen var. Gülmaya xanım. Gülmaya xanım verin. Ev yok, qan danışsan.
Əliyeva xanım, Şəhid Əliyev Raufun anasıyam. Kamillə xanım dəvəti ilə bura gəlmişəm. Çox təşəkkür edirəm. Başda siz olmaqla Kamillə xanıma. 44 günlük müharibədə şəhid olub Raufun. Mən orta məktəbdə müəlliməyəm. Mən orada uşaqlara dərs keçirdim. Vətənpərvərlik haqqında, vətən haqqında, dövlət haqqında. Amma heç ağlıma gəlməzdi ki, mən elə qəhrəmanı öz evimdə yetişdirdim. Çünki mənim balamın məramı, məqsədi tam başqaydı. Əskərliyini də şərəflə yerinə yetirmişdi, aprel döyüşlərində iştirak eləmişdi və dövlət tərəfindən fəxri fərmanla təltif olunmuşdu. Lakin Raufun yolu başqaydı, Texnik Universitetdə qurtarmışdı, informatika mühəndisliyi. Bir böyük bancın, Azərtürk bancı baş proqramisti. Deyirsiniz birlik, deyirsiniz vətən. Bax, elə odur. Mənim uşağımın hər şeyi var idi. Şəxsən heç bir şeyə ehtiyacı yox idi. Çox ağlı ilə, savadı ilə. Çünki 8 il bax bu dəyərli stoldan durmamışdı, oxumuşdu o uşaq. Məqsədləri vardı, bilirsiniz, indi hara getmək üçün neçə sertifikatlar almalıdır, AYT almalıdır. İngilis dilini ana dili kimi bilirdi. Amma vətən çağıranda, inanın, Kamillə xanım bilir, çox da yaxşı tanır. Bir zəncə gəldi, sumkasını qoydu. Bilirsiniz, bank işçilərinin də maaşı da yaxşı olur, işləri də çox gözəl olur. Amma bir zəncə sumkasını qoydu və o vətən uğrunda getdi. Düz 20 gün Füzulinin, Cəbrayılın ən ağır döyüşlərdə. Halbuki onun barmaqları kompüter, klaviaturdan başqa klaviatur. Başqa heç bir şey görməmişdim, ümumiyyətlə silah görməmişdim. Amma o vətəni seçdi, məni ağlar qoydu, dedim, amma əgər ölüm varsa, burada, orada. Demək o ölümün də ən alisini seçilmiş. Mən onu bilməmişəm. 20 gün Hadrut döyüşlərində, ən ağır döyüşlərdə iştirak edib və Ərgünəş yüksəldiyində şəhid olmuşdur. Oktyabrın 27-də. Mən bu gün sabah bayramdır, qələbə günüdür. Mən ilk növbədə ta seçməyin, birinci, ikinci, üçüncü yox. 88-ci ildən bu yana bütün şəhidləri bayramını təbrik edirəm. Olsun onlar torpaq altında. Amma deyir yaxın bir ilk növbədə onların bayramıdır. Bəli. İlk şəhidlərimiz Bəxtiyar. 34 şəhidimiz var, amma var olan hamısı bizim üçün. 88-dən bu yana olan bütün şəhidlərin bayramıdır. Sonra biz anaların bayramıdır. Bütün şəhid analarının. Çünki mən hər yerdə deyirəm, bəzən bu telefonlarda, bu nə bilim, sosial şəbəkələrdə elə şeylər çıxır ki, şəhid anaları haqqında pis müzakirələr, pis söhbətlər, qazilərimiz, canlı şəhidlərdir. Pis sözlər çıxır, amma deməyin, danışmayın. Bir adamın olur da, hamımız insanlar, insanın səhv insan üçündür. Bir səhv olur, amma onu ümumiləşdirməyin. Tək qazilərə, tək şəhid analarına yazmayın. Mən heç nə demirəm, mən böyük bir məktəbdə, 54 nömrəli məktəbdə işləyirəm. 1800-1900-ə qədər uşağımız var. Mən orada elə tək bir insana deyirəm ki, bircə dənə kamera birləşdirin o şəhid ailəsinin evinə. Bir günümüzü, heç bir günümüzü görün ki, o ana, ata, o evdəki evladlar necə yaşayır. Dil uzatmayın. Çox xahiş edirəm. Bizim hamımız onlarlıq, biz bir-birimizi çox yaxşı tanıyırıq. Amma çox xahiş edirəm. Deyir, evdən bir ölü çıxırsa, evdəkilər də ölür. Evdəkilər də ölür. Valla yaşayırıq. Düzdür, qürurludur. Bizimki o qədər təzad təşkil edir ki, həm övlad yoxdur, həm də qürur var. Övlad üçün darxırıq, amma çölə çıxanda da ətrafımızda biri deyir ki, ana başını dik tut. Çünki sənin balan neçə ildir o kişilərin, Azərbaycan kişilərinin alnındakı ləkəni silib. İndi bizim kişilərimiz, bəli, kişilərimiz indi bütün gördük, biz son zamanlar gördük, cənab prezidentimizi Amerika, dünyanın ən böyük dövləti qarşısında oturdu. Niyə? Çünki qalib dövləti. Çünki o cənab prezidenti yumruğu birləşmişdi. Bütün bizim şəhid balalarımızın yumruğudur. Birləşdirdik, hamımız birləşdirdik.
İctimai birlik deyirik. Neçə birliklər var. Heç 27 sentyabrda bu birliklər yadımıza düşdü? Yox. Uşaqdan tutmuş böyüyə qədər hamımız birləşdik. Mən balamı yola saldım. İnanın özüm yola saldım. Amma gözü o qədər ağladım ki, dedim amma ağlama. Niyə ağlayırsan? Vətəni kişi qoruyar da. Səni kim qorumalıdır? Düz mən yanıram, çox yanıram, çox ağlayıram. Balamın əziyyətinə çox yanıram. Çünki onun məramı, məqsədi o 1-2 ay xaricə getməli idi. Onu şəhid olandan sonra ona o qədər imtahan vermişdi. O imtahanın cavabı şəhidlikdən sonra gəldi. Onu görən ana neynəsin? Neynəsin onu görən? Amma yenə də şad olsun. Azərbaycan Bayramımız mübarək. Biz anaların bayramıdır. O şəhidlərin, qazilərin və eləcə də Azərbaycan xalqının bayramıdır. Bizə bayram yaraşır. Bayramlarımız davamlı olsun. Ucu olsun. Bizlər də sizlər elə baxarıq. Alacam, hamı. Sağ olun. Şəhid Ayaz İsmailovun bacısıyam, qardaşım Füzuli rayonunun Bəhmənli kəndində şəhid olub, kəşfiyyatçı idi. Və mən bugün bütün tədbir iştirakçılarını təbrik edirəm. Bayram münasibəti ilə sizin də birliyinizi təbrik edirəm. Uğurlar arzulayıram. Uğurlarınız bol olsun. Əziz dostlar, mən də bir yazar olaraq, yazıcı olaraq 44 günlük müharibədən, yəni bu bayramda belə bir ki, mənə şəxsən bunu hər yerdə həmişə deyirəm, iki qat sevinçdir. Çünki şəhidlərin qanı yerdə qalmadı, mənim də qardaşımın qanı yerdə qalmadı, qisası alındı. Çox şükürlər. Birliyimizə, prezidentimizə, əskərlərimizə, ordumuza, müzəffər ordumuza eşq olsun deyirəm. Mən də bir yazar olaraq bu 5 illik bir dönümdə bir neçə roman yazmışam. Şuşa qayıtdı romanı. Orada da əskərlərimizin döyüş yollarından, orada mənim əsərimin qəhrəmanı Şuşa adında qızdır. Onu erməni oğurlayır, aparır özü ilə bu qaçaqaç dövründə. Çünki qonşusu erməni olur. Gəlib danmayaq ki, biz ermənilərlə çox gözəl bir qonşuluq. Yəni, hər şey unudulmuşdu da, belə deyim. Orada da məqsədim odur ki, yəni ki, artıq bütün bizim də ürəyimizə yazılsın ki, erməni fitnəsi beynimizə həkk olsun. Bu, elə bir ki, bu bizim başımıza illərlə, əsrlərlə gələn bu hadisələr unutqanlığımızın nəticəsi olur. Və mən ondan başqa Bataq qız romanı yazdım. Mənə sual verə bilərsiniz ki, əgər əsər 1-ci Qarabağ müharibəsindən gedirsə, siz onu niyə adını Bataqlıq qoyursunuz? Mən o dövrü bir bataqlığa bənzədirdim. Çünki bizim igid oğlanlarımız var. Həqiqətən də mən iki qardaşım qarışıq demək istəyirəm. Orada elə bir ki, amma ordumuz özbaşınalıq çox idi. Ona görə də, məsələn, mənim qardaşım inanın ki, şəhid olanda, Eşqə xanım, düz, onlar elə bir ki, kəşfiyyatçılar üz-üzə gəliblər. Kəşfiyyatçılar üz-üzə gəlib, o həqiqətdir həyatda. Amma mənim qardaşım düzü yaralanıb, onları biçib, onları öldürüb. Amma ciyərindən yaralandığına görə, o çox qan bitirib, ona görə o şəhid olub. Yəni ki, amma yoldaşların orada o tək qoymayıb. Yəni ki, axır damla belə deyək də, qanına qədər vuruşur. Bunu bizə nəşi gətirənlər dedilər, belə deyirlər. Sonra mən Qarabağ döyüşlərindən bəhs edən, yəni ki, bu qəhrəmanlarımızın döyüş yollarına bəhs edən bir də Tarixin Ağrıları romanı yazmışam ki, bu da 1-ci Qarabağ müharibəsində, yəni burada romanın adından da bəllidir ki, burada elə bir ki, bu 41-45-dən bura, yəni ki, belə üzü belə gəldikcə 2-ci Qarabağ müharibəsinə qədər müharibənin insanlara vurduğu ağrılardan bəhs edir əsər.
Burada da və həmçinin mən ömür səhifələri romanı yazdım. Orada da mən istərdim ki, bütün Azərbaycanımız o xeyriyyətçini tanıyır. İstərdim siz də tanıyasınız. Hacı İntiqam Atayev. Böyük xeyriyyətçi bir insandır. İnanın ki, o bir bağbandır, o bir varlı adamın bağında işləyir. Əlinin qabarı ilə ancaq bu insan xeyriyyətçidir. O əskərlərə aparır, istihbaratlar verir, ərzaq verir. Yəni, bax, orada böyük bir qəhrəmanlıqdır, artıq cəhbədə çox böyük bir qəhrəmanlıqdır ki, mən də onu sonra, bax, belə ki, o tədbirlər keçirir. Biz o tədbirlərdə iştirak edirik, bizi dəvət edirik. Bu yaxınlarda da elə, bax, hər il, ayın 3-ü o qələbəmizin il dönümünü qeyd edir, hamını dəvət edir, çox gözəl ziyafət verir. Yəni, hamını ziyafətlərə dəvət edirəm, hər il yəni ki, yaddaşlara bu həqli olur. Mən onu da, bəli, bax, o əsərdə də onun hansı elə bir ki, hərbi hissələrə getməsi, biz özümüz də oyundan getmişik. Orada, yəni ki, Novruz bayramlarında, Novruz bayramlarında o gedib əskərlərlə görüşlər təşkil edir, onlara şənləndirmək üçün, yəni bax belə. Sonra mən şeir kitabları yazmışam. Şeir kitabları da şəhidlərimizə aid həsr elədiyim, onların əziz xatirəsinə həsr elədiyim Torpağa dönmüşsən, vətənləşmişsən adlı şeir kitabımı. Bu yaxınlarda burada iştirak edənlər də var idi. Mən bax, bu yerdə bir, yəni ki, Ağa Mirzə Gülaniyevin əziz xatirəsinə həsr etdiyim kitabı Ulu Torpaq, qalx ayağa, şəhid gəlir kitabını yəni ki, işimizi gördü və bu yaxında inşallah ki, nəşriyyatdadır. Mənim bir kitabımda işimizi görəcək, mən də bu vətənin bir əskəriyəm. Mən 44 günlük müharibə ərzində elə coşqulanmışdım, elə bir həvəs, elə bir ki, torpaqlar alındıqca sanki hər günə bir iki şeir belə mən yazırdım. İndi istəyirəm o şeirlərin birini də mən sizə oxuyayım. Əgər icazəniz. Baxmışam mı? Niyə baxın? İstəyirəm indi şəhidlərə aid onu oxuyayım. Əbədi alqış. Vətən torpağında rahat uyuyun. Bu torpaq öyünür mərd adınızla. Ədəbiyyət adlı ömür adınız, o igid hünərvər həyatınızla. Eşkiniz ələnib, sevginiz yağıb, sanki üz gözünə dağın, daşın da, qeyrət heykəli tək ucalıb indi, adınız millətin qan yaddaşında. Ey yurt fədaisi, ərənlər, ərlər, demirəm qızımız, oğlunuz qalıb. Şəhidlik deyilən uca adınız, ədəbiyyət adlı yolunuz qalıb. Vətənin tarixi, vətənin yaşı, şəhid məzarlığında hər baş daşıdır. Şəhidlər ölümsüz ölümləri ilə vətəni yaşadır, yurdu yaşadır. Vətənin əbədi baharısınız, yurda gələ bilməz daha boran qış. Ey vətən uğrunda şəhid olanlar, sizin ruhunuza əbədi alqış. Sizin ruhunuza sağ olun. Çox sağ olun. Əgər vaxt olsa, bir də Qarabağ Azərbaycan şeirini deyərəm, əgər vaxt olsa. Sağ olun. Onun nəsə demək istəyirəm. Azərbaycan bir devlətdir. Bir devlətdir, çox böyük bir devlət olubdur. Dünyada yeganə devlətdir ki, Azərbaycan öz torpağı ilə sərhəddir. Dağıstandan tutulmuş Təbriz demək, Göyçədən tutulmuş Həmədana kimi Azərbaycan olubdur. Bunu tarixçilər yaxşı bilir. Düzdür, mən tarixçi deyirəm, amma tarixlə maraqları var.
Azərbaycan deməli bir ürəkdir, üç yerə bölünmüşdür. Şərqi, Şimal Azərbaycan, Cənubi Azərbaycan, Qərbi Azərbaycan. Bax, hər danışanda, mən belə tədbirlərdə olanda, hamı ürək ağrısıyla Göycəni xatırlayır, nə bilməm. Xatırlayır da, torpaq ağrısı, vətən ağrısı mən çəkmişəm də, 30-40 ildə çəkmişəm. Onu mən bilirəm ki, o nə deməkdir. Allah qoysa inşallah. Bir dəfə mənə sual verdi, bir jurnalist ki, sən inanırdın ki, qaydasın Qarabağa. Dedim ki, yəni erməni onun yuxusunda görmüşdü ki, Qarabağ almışdı. Onu yuxuda gördüm. Dedim, əlbəttə həmişə inanmışam. Allah qoysa ki, bu cürə zəfəri ki, bizi yaşadan ki, prezidentimiz var. Allah qoysa. Azərbaycan yeganə dövlətçi, onun sərhəddi qanunla göstərir. Yeganə dövlətçi, onun sərhəddi qanunla çəkilir. İkinci dövlət yox təqdir. Bu davam edir. Onsuz da torpaq uğrunda həmişə qan tökülür. Əgər o torpağa qan tökülürsə, deməli o vətən uğrunda. Ardınca bilgiləri də dünyada heç bir ölkə Deməli, balalarımızı balalar da gözlərini qırpırlar, önümə qaldırırlar. Balalar da. əbədi dövlət Biraz sakit ola, qulaq asaq görək ana nə deyir? Bir olan xalqımız inşallah. Maraqlıdır. Çok güzel prezidentimiz var, fedakar prezidentimiz var. Bir hafta dedim ki 200 yılda bu problemi hiçbir ecdatlarımız halledememişti. İlham Əliyev halledildi. 200 yılı biz müstəmləkə kimi şəraitdə yaşadı. Allah koysa, İnşallah. Prezidentimiz de gene de halkımız birleşer, o üç yere bölünmüş o yüreği birleştirer, merhem çeker, gene de hamı öz vatanında sizin kanınızdan güne dönem riskilerden bir tedbire çağırdılar. Ben gitmezdim. Özden onlardan karşı, o da vətənpərvər olmalıdır. Çok vətənpərvər. Paris'e gel, burayla Çok sağ olun. Başlardan da 3 nefer demişim, 3 nefer Sağ olun, çok sağ olun. Teşekkür ederim. Geldiğinize göre çok sağ olun. Hırsız sözde etibar var. Sağ olun. Ben bütün iştirakçıları təbrik edirəm. Sabah bizim doğrudan gözəl bayramımızdır. Azərbaycanın bayramıdır. Bu bayram, yəni bu 21-ci əsrdə bizə münasib oldu. Allah prezidentimizə can sağlığı versin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Şəhidlərin anası özü bizim başımızın tacıdır. Həmişə onlara hörmət eləməliyik. 10 ildə keçsə, 100 ildə keçsə, onlar bizim ürəyimizdə olmalıdır. Biz balalarımızı şəhidlərin anaları ilə, özləri ilə böyütməliyik. Və göstərməliyik ki, görün nə igid oğlanlarımız var. Canını, qanını verib torpağımızı al. Ona görə biz xaricdə də olanda, haradasa olanda, vallahi indi qürurla gəzirik. Qabaq gedəndə deyirdi ki, erməni bu boydadır, alıb torpağımızı ala bilmirsiniz. Vallahi billahi, başımızı aşağı salıb gedirdik. Ancaq indi qürurla gəzirik xarici ölkələrdə də. Bəli, bir yağları dedilər, cənab prezidentimiz Amerikada görün, nə boyda ölkədə, yəni bilirsiniz də Amerika nədir? Deməyin yeri yoxdur buna. Gedib orada öz Azərbaycanlı qanını, canını orada göstərdi ki, bəli, mən Azərbaycanlıyam. Bax, mən buradayam, almışam da, qalanını da alacağım, hər şey də bizim olacaq. Ona görə hamınızı təbrik edirəm. Aynura xanımı, Çingiz müəllimi, Tahir müəllimi, Vüqarı, Kamili, bunlar biz bir yerdə işləyirik. Yəni, deyim biləsiniz. Bir yerdə yəni, çalışırıq. Bu qrupda desəm bir çıxa,
Yəni biz bir yerdəyik həmişə. Birlik, vətənpərvər. Hə, həm Vətən Mühafizə Xidməti, həm Riad Mühafizə Xidməti, vətənpərvərlər, Tahir müəllimin Təmizlənməmiş yerə gedir, minalı olan yerə də gedir. Hə. Tahir müəllimin yəni biz bir yerdəyik, hə, bəli. Ona görə burada hamımız doğmayıq. Qıraq adam yoxdur burada. Mən Aynura xanımı da, Çingiz müəllimi də təbrik edirəm. Niyə görə təbrik edirəm? Onlar çalışdılar, vuruşdular və qalib gəldilər. Niyə görə? Ədalət var, haqq var. Haqqı yemək olmaz. Mümkündür. Bəli, bəli. Təbrik edirəm sizi. Uzun ömür, can sağlığı, neçə illərlə belə irəliyəsiniz. Sağ olun. Hörmətli yoldaşlar, Səhər müəllimə siz söz verin. Buyurun, buyurun. Bir təklif verin. Bir də vaxtınızı almaq istəmirəm. Sadəcə olaraq bir yaxşı təklif vermək istəyirəm. Elə rəhbərlikdən hamınızda. Gəlin təşkilatımız adından bir gözəl tur təşkil edək Qarabağa. Olar. Mən sizdən xahiş edirəm, təşkil edək. Burada şəhid anaların imkanımız daxilində mənni, sizli, hamımız bir yerdə 2 haftabız, 1 haftabız. Qoy gedək orada vətənpərvərlərin səsini oradan ucaldaq, qanımızı tökdüyümüz yerdən. Biz Tahir müəllimdən getmişik. Hara getmişdik? Yox, icazə verin. Gedəcək. Bayramdan sonra gedəcək. Mən söz verirəm. Mən elə sizə bunu hamımıza aiddir. Mən sizdən xahiş eləyirəm. Hazır. 2 haftabız buradan gedib bəyəkləri qeyd elədilər ki, can yataqda avariya olub. Mən də orada can yataq deyəndə diş sıçradım evdə. Mənim qanım orada tökülüb. İndi mən sizin hamınızdan, bir də burada şəhid anaları, veteranlar, nə bilim, içimən qarşı. Demirəm bütün eli yığaq oraya, heç olmasa bir El əllə... yığa bilmərik, el özü gedib gəldi. Yox, indi gedib gəlmə ayrı, vətənpərvərlər adından getmək qeyri bir... Mən bunu təklif edirəm. Və əsas etibar müəllimdən. Vətənpərvər bir ziyalı kimi. Başın günlər. Tahir müəllim, bu... Bir eləmək istəyirəm ki, Vətən müharibəsindən bir ay sonra Vətən müharibəsində mən orada bir möcüzəli bir qəhərləndirici, kədərləndirici bir hadisələr gördüm. Yəni o torpaqlar alındıqca məzarlıqların hamısı qazılmışdır. Xüsusən də şəhid qəbirlərinə bomla deşib, qranat atıb partlatmışdır. Və bu ən çox Zəngilan rayonunun məzarlığında öz əksini tapmışdır. 40 qəbrin 40'ını da partlatmışdır. Yəni kafan yaxın olduğu üçün, Meğri yaxın olduğu üçün Lomla deşib məzar atırlar məzarın içinə, məzar partlayır və orada deyil ki, yağış yağanda məzarın içinə dolurur. Bunları mən görmüşdüm. Mən gəldim Etibar müəllimdən toplantı keçdik, Etibar müəllimdən cənab generalla müzakirə elədik ki, bu məsələni ortadan qaldıraq, bu şəhid anaları, şəhid valideynləri, şəhidin yaxınları oraya gedəndə bunu görməsin. Və mən bir şirkət vardı, ondan danışdım, o şirkət bizə kömək elədi, atsep, sement, maşın ayırdıq. Bir avtobusda tutduq və hətta avtobusda 72 nəfər adam da götürüyor önümüzdən, qazilər, veteranlar, şəhid ailərindən ibarət adam da götürüb, yeməyi də təmin etdik və biz o məzarlığın ilk dəfə bərpa etdik və ikinci səfər 100'ə yaxın bura bir şəhid ailesi apardıq. Artıq ziyarət olunanda məzar daşlarının üzü götürülmüşdü, yəni betonlanmışdı, görünmürdü. Və bugün dövlətimiz sağ olsun, bu məzarlığı bərpa etdi, düzəltdi, ama ilkin biz o rayonlarda hamısını bərpa etmişik. Yəni biz, demək, Vətən Mühafizə Xidməti ilə şəhid ailələri və müharibə veteranları müdafiəsi ictimaiyyətinin tək bir tədbiri deyil, minlərlə hələ tədbirə keçmişik. Sadəcə olaraq görünməyən hissədə qalır. Bəzi adamlar günü bir yerdə mən dövlət idarəsində hesabat istəyirlər. Mən onlara dedim ki, hesabat mən, hardan sual verirsin, oradan mən sual verirsin. Yəni mənim deməyim nədən ibarətdir?
zamanında bu vaxtında biz bu işlərin hamısını yerinə yetirdik, gördük ki, bu günlər qaldı ki, ziyarət eləməyə və İnşallah gedər. ziyarət etmək üçün ən gözəl üsulu uzun illər bilirsiniz də Hadrutda heç vaxtlarda buradan yaşamayıb. Əncəsində da bir iki ailə yaşayıb. Hadrut, Haqranın bazası olub SSR-nin və biz gedəcəyimiz yol ən gözəli bu dəqiqə Hadrutdan qalxırsan, Hadrutu ziyarət edib, düşürsən Qırmızı Bazara, Qırmızı Bazar da hamı tanıyırlar. Qırmızı Bazardan ermənilər yaşayan hissədən, haradakı ermənilər yaşayır. Oradan hərəkət edirsən, çıxırsan Əsyaran, Xocalı, Xankəndi, Xankəndindən 10 kilometr Şuşa, Şuşadan çıxırsan İsabulağına, İsabulağına yeyirsən Laçına, Laçından yeyirsən Qulaqlıya, Qulaqdan buradan Çaydarı, Əkər Çaydarı, Arazboyu geri qayıdırsan, Zəngilan və geri qayıdırsan. Bugün Dağlıq Qarabağla mən bir şey qeyd eləmək istəyirəm. Yəqin ki, mən bayaq qeyd etdim, mən həm kadr zabit kimi, həm də peşəkar döyüşçü kimi və bu müharibədə, Vətən müharibəsində mən apardığım şəxsiyyət 1-ci Qarabağ müharibəsi idi. Yeganə komandir olaraq mən oradan heç kimin burnu qanamadan geri qayıtmışam. Özdə öndə, Gorus Qafar Siyah dağlarında, koridordan hesab olmada demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycanın xəritəsinin tən ortasıdır. Bugün söhbət gedir Ermənistanın Azərbaycanla olan sərhədli Laçın Qubadlı Zəngilandır, Şərqi Zəngəzur. Sərhəd bu zonadadır. Bugün Azərbaycanın Dağlıq Qarabağı ilə 100 kilometr Ermənistan sərhəddindən fərqi var. Yəni Dağlıq Qarabağın heç bir problemi yoxdur. Yaşaya da bilərsiniz, əldə də bilə bilərsiniz, götürə də bilərsiniz və gələcəkdə də bu problem olmayacaq. Problem yeganə olan 157 kilometr ən çox əhatəsi olan Ermənistanın Zəngilanlandır, Aypara şəklindədir, qabağda İrandır. Bu da Şərqi Zəngəzur yoluna düşdüyü üçün hələlik orada tikintilər dayandırılır və portal biraz çətindir ora. Başqa rayonlarda nə vaxt desəm buyura bilərsiniz, portal vurulur, avtobus tapıra bilər, gəzdirə də bilər, gətirə bilər, heç bir problem yoxdur. Yəni ki, bu məsələyi müzakirə edə bilər. Bu qədər sağ olun. Belə dəyərli izləyicilər, bu günləri biz Vətənpərvərlər İctimai Birliyin rəhbəri Etibar müəllimin rəhbərliyi altında bugün yığışdıq. Sabah bizim zəfər günümüzdür. Bugün burada şəhid anaları oturub hər birinizi təbrik edirəm. Bizə zəfər qazandıra evladlarımız. Sizlər sağ olun Etibar müəllim. Qazilərimiz var. Təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm. Kanalımıza baxdığınıza görə. Xanımındır, Çingiz müəllimdir. Təşəkkür edirəm. Mən də kanalımız adından sizə təşəkkür edirəm. Sağ olun. Çox sağ olun.